Səbinə xanımın məruzəsini yüksək qiymətləndirir və etdiyi təkliflərin də həyata keçirilməsi zərurətini əlaqədar orqanların vacib işi hesab edirəm. Hesabatda səslənən təkliflər həyata keçirilərsə, ölkədə şikayətlərin sayı bəlkə də 50% azalmış olardı. Diqqətimi çəkən məqam odur ki, səslənən təkliflərin əksəriyyəti ildən ilə təkrarlanır və bu üzücüdür. Ombudsmanın təkliflərinə ciddi yanaşılmalı və hər il ən azından bir neçəsi həllini tapmalıdır. Ombudsman aparatına 29 min şikayət daxil olub. İnanın ki, bu edilməli olan şikayətlərin az bir hissəsidir. Bir çoxu məktub yaza bilmir, bir qism vətəndaş necə müraciət edəcəyini bilmir, digər qismin vəkil, tanışı məktub yaza biləni yoxdur. Bu o deməkdir ki, vətəndaşlara hüquqi sahədə elçidən xidmətinin göstərilməsi böyük zərurətdir. Bu vacibiyyəti nəzərə alaraq etdiyim təklifi bir daha burada səsləndirmək istəyirəm. Vətəndaşlara ölkə boyu pulsuz hüquqi xidmətin göstərilməsi vacibdən də vacibdir. Ombudsman İnstitutu bu vəzifəni yerinə yetirə bilər və elə vətəndaşların da ən çox inandığı, etibar etdiyi, özünə yaxın bildiyi qurumlardan biri də Ombudsman İnstitutudur. Bunu nəzərə alaraq Ombudsman İnstitutuna bu missiyanı həyata keçirmək üçün lazımi maliyyə və digər resursların ayrılmasını təklif edirəm. Hər bir rayon və şəhərdə bir neçə nəfər hüquqşünasın işə götürülməsini təmin edəcək dərəcədə maliyyə vəsaitin ayrılması vətəndaş məmnuniyyətinin təmin edilməsinə yardımcı olardı. Bu missiyanı Ombudsman İnstitutu ictimai birliklərlə bərabər də həyata keçirə bilər. Nəzarət isə mütləq şəkildə Ombudsman İnstitutunda olmalıdır. Bir daha demək istəyirəm ki, burada səslənən təkliflərə aidiyyəti üzrə dövlət orqanlarının rəsmi nümayəndələrinin cavab verməsi vacibdir. Əgər bu təklif və suallar bəzən cavablandırılmırsa, o zaman çıxış etməyin də lüzumu qalmır. Parlament tribunasından səslənən fikirlərə aidiyyəti dövlət qurumlarının rəsmi cavab verməsi mütləq şəkildə həyata keçirilməlidir. Vermirlərsə, müzakirələr zamanı ünvanlarına səslənən tənqidlərə də dözümlü və gərək hazır olsunlar. Digər tərəfdən isə bəlkə bizim dediklərimiz məlumatsız olmağımızdan irəli gəlir, verilən cavablar qənaətbəxş olarsa, məsələ də bağlanmış olar və biz də bu məsələyə bir daha qayıtmarıq.